Salam əziz uşaqlar və valideynlər. Ülkər müəllimənin kanalında yenidən iş dəftəri izahı ilə video izahımıza başlayırıq. 4-cü sinif riyaziyyat, iş dəftəri 1-ci hissə. Və artıq burada 1-ci yarım il üzrə tapşırıqlara gəlib çıxmışıq. Səhifə 92-dəyə demək olar ki, iş dəftərini bitiririk. Gəlin tapşırıqlara keçək. Bütün yarım il ərzində keçdiklərimizin təkrarını, öz biliklərimizi yoxlayaq. Burada bizə verilmiş yazı formasına görə ədədləri digər formalarda yazırıq. Həm sözlərlə, həm rəqəmi, həm açıq şəkildə. Sözlərlə verdiyinə görə burada rəqəmlərlə yazacaq. 103.000, 103.000, 502. Sonra isə açıq şəkildə yazmaq üçün 100.000, bilirik ki 100.000-də 5 dənə 0 var. 100.000 üstə gəl, 10.000 yoxdur, 3.000 var. Üzərinə 500, üzərinə isə 2 gələcək. Burada isə rəqəmlə verib biz sözlərlə yazacaq. Burada artıq milyonumuz var. Yazacaq ki 1 milyon. 1 milyon. 1 milyon 1230. Burada artıq 100 minlik, 10 minlik yoxdur. 1 milyon 1230. Biraz gəldi çıxdı bura. Daha sonra açıq şəkildə yazmaq üçün bilirik ki milyonda 6 dənə 0 var. 1, 2, 3, 4, 5, 6. 1 milyon üstə gəl 1000. Çünki 100.000-dən 10.000 yoxdur. 1000 üstə gəl 200, üstə gəl 30 bu formada. Burada isə açıq şəkildə verib 500.000-dir. Əvvəlcə rəqəmlə yazaq. 507.258. 507.258. Burada isə bizə deyir ki, biz bunu sözlərlə yazmalıyıq. Gəlin yazaq. 507.200. Mən bunun üstünə çıxıb yazsam burada siz düzgün yerləşdirə bilirsiniz. Siz əslində bunu buradan başlayıb, bir dənəsində altında 258. İnşallah ümid edirəm oxuya bildiniz. Burada baxırıq 2.600.004. 2 milyon var. 2 milyon varsa 600.004'ü də bu da bizim 600.004'ümüz qeyd edirik. Burada isə açıq şəkildə yazacaq. 2 milyonda 6 dənə 0 qeyd edəcək. 1, 2, 3, 4, 5, 6. Üzərinə gələcək isə 600.000, 5 dənə 0 və üzərinə sadəcə 4 gələcək. Və burada davamında bizə deyir ki, cədvəldəki ədədləri artan sırayla üzr. Baxırıq cədvələ, görürük ki, 2 dənə 100.000'lik, 2 dənə milyonluq, yəni biri 6 rəqəm, ikisi 6 rəqəmli, ikisi də 7 rəqəmli ədədimiz var. 6 rəqəmlərə baxırıq. 103.000, bu da 507.000. Təbii ki, birinci 103.502-ni qeyd edəcəm. Sonra 507.258-i qeyd edəcəm. Ardınca isə milyonluqlara baxıram. Burada təbii ki 1 milyondur, burada 2 milyon. 1 milyonu olan ədədimizi birinci yazacağım. Sonra isə 2 milyon 600.000 ədədimizi qeyd edirik. İndi baxırıq ikinci tapşırığa. Bizə nə deyir? Deyir ki, əvvəlcə ədədləri, sonra isə qeyd olmuş rəqəmlərin mərtəbə qiymətlərini müqayisə ilə. Ədədlərə baxıram. Bu 28.000-dir, 29.000-dir. Ardından ədədlərin baxmağa ehtiyacı yoxdur. Çünki artıq burada görürük 29.824 böyükdür. Müqayisə işarəmizi qoyduqdan sonra mərtəbə qiymətlərinə baxırıq. Hər ikisində 8 ədədin altından xətt çəkib, amma burada mərtəbə qiyməti 8.000-dir. Burada da 800-dür. Təbii ki, bu böyük olacaq. Burada isə 104.000, bu isə 285.000. Təbii ki, bu böyükdür. Amma indi baxacaq nəyə? Mərtəbə qiymətlərində ikisində də 5-i altından xətt çəkib. Burada 500-ü bildirir 5, burada isə 5.000. Mərtəbə qiyməti 5.000-dir və burada 5.500-dən böyükdür. Burada biri 3 rəqəmli, biri 5 rəqəmli. Təbii ki, üzr istəyirəm, biri 6 rəqəmli, biri 5 rəqəmli demək istirdim. Bu təbii ki, bundan böyükdür və davam eləyəndə 6-ya baxacaq. Burada mərtəbə qiyməti 6.000-dir, burada da 6.000-dir və gördüyünüz kimi burada hər ikisi 6.000 olduğuna görə cavablar bərabərdir. İkisi də 6 rəqəmlidir. Bu böyük rəqəmdir, 800-dən başlayır. Təbii ki, bu böyükdür, 878.543 və mərtəbə qiymətlərinə baxanda burada 800.000-i göstərir. Burada isə 80.000-i göstərir. Ona görə də 800.000 böyük olacaq. Burada bizə nə deyir? Boş xanalara uyğun ədədləri yaz. Ədədi verib 1.180.037 və bu ədədi mərtəbə qiymətləri şəklində deyir, amma özünün göstərdiyi qaydada 1 milyonu verib. Bu hissə getdi. İndi bizə 10.000'lik deyir. 100.000'lik desəydi biz biri götürərdik, amma bizə birbaşa 10.000'liyi istədiyinə görə bax bu hissəni biz 18 ilə ifadə edəcəyik. Çünki 18 dənə 10.000'lik ilə 180.000'dir. Sonrası 2 onluq verib. Bizdə isə ədəd 37-dir. Yəni sonda onluğumuz 3-dür. Ona görə təkliyimizin sayı artıb olacaq 17 təklik. Və davam eləyəcək indi. Kartlardakı rəqəmləri boş yerlərə elə yaz ki, müqayisə doğru alınsın. Gəlin baxaq. Burada 25.185-dir. Burada isə mən bura 5 yazsam əgər. Burada 7-9 var. Mütləq ki, mən bura
neçə yazmalıyam? Elə 5 yazmalıyam. Çünki 5-dən kiçiyi yoxdur. Bura 5 yazanda buradakı ədəd 185-dir bu hissə. Buranı eləyə bilərəm məsələn 173. Balaca olar və təbii ki bu bundan böyük. Amma 9 yazsam 193 olsa bu böyük olacaqdı bu ədəddən. Ona görə 100, bura 5, bura 7 qeyd edirəm. Burada 56.000 neçəsə 27. Burada da 50 neçə minsə 421. Burada 56.000 olduğuna görə biz bunu 56.000'i burada yüzlük hissəsini ən kiçik götürməliyik. Ən kiçik 3 olduğuna görə bura 3 yazırıq olur. 56.327. Burada isə 56.000 olsa, burada yenə bu 6'nı buraya yazsaq, bu da 56.000. Bu 421, bu isə 327. Bu buradan böyük olacaq. Davam edək. Görək C variantında nə deyir? Burada bərabər olmağını istəyir bizdən. Təbii ki bu 5'i buraya yazmalıyıq ki 5'dən başlasın. 562.000 deməli burada 6 yazmalıyam. 562.000 bura isə 6 yox, təbii ki 0 yazacağım ki ədədlər ikisi də eyni bərabər olsun. D variantına baxıram. 423.077 verib sonda. Burada böyük olması üçün 423.000 ola bilər. Çünki 400, ən kiçiyi 4'dür. Bura 4'ü yazaq hələ ki. Və burada ən kiçiyi, ən böyük 8'dir. Bura 8'i yazacağım. 877 və burada təbii ki 6 yazacağım. 7 yazsam bərabər olar. 6 yazacağım ki bura 423.877 867'dən böyük olsun. Sonra 5-ci tapşırıqda bizə nə deyir? Bizə deyir ki hesabla. Birinci çıxma verib. Gəlin çıxaq. 20.000 1 çıx 2372. Çıxıram. Bir onluq götürürəm təbii ki buradan olur 11. 11'dən 2 çıxanda qalır burada 9. Bunlar bilirsiniz ki avtomatik artıq hamısı bu sıfırlar 9'landı. 9'dan 7 çıxanda 2. 9'dan 3 çıxanda 6. 9'dan 2 çıxanda 7. Burada bir onluq götürmüşdük 1. Oldu cavabımız 17.629. Burada isə bizdən vurmağımızı istəyir. 146'nı vuracaq 265'e. 5 dəfə 6'ın 30 3 yadda. 5 dəfə 4'ün 20 23 2 yadda. 5 2 də yadda 7. 6 dəfə 6 36 3 yadda. 6 dəfə 4 24 3 yadda 27 2 yadda. 6 dəfə 1 6 2 yadda 8. 2 6 12 1 yadda 8 9 2 dəfə də 1'in 2. Gəlin toplayaq 0 düşdü aşağı. 9 14 16 1 yadda. 17 18 1 yadda. Bu da 3. Oldu neçə? 38.690. Burada isə bizdən bölməyimizi istəyir. Gəlin çubuqlu bölmə ağac bölməsi ilə eləyək. 17 təbii ki bölünmür 58'ə. 178'i götürsək 4 dəfə yox 3 dəfə düşə bilər. Gəlin baxaq 3 dəfə 8'in 24. 2 yadda 3 dəfə 5'in 15. 2 də yadda 17. Burada 4 qalır. 0'ı düşürdürəm bölünmür. 6'nı düşürdürəm və bura 0 artırıram. Çünki 2 dənə ədədi 1'dən düşürtdüm. 406'nın içində. Görün 2 dəfə düşə bilər. 7 dəfə 8 56. 56 ola bilər. 7 dəfə ola bilər daha doğrusu. 7 dəfə 8'in 56. 5 yadda. 7 dəfə 5'in 35. 5 də yadda 40. Deməli neçə dəfə düşürmüş? 307 dəfə düşür. Gəlin buradakı tapşırığa baxaq. Burada bizə nə deyir? Hansı ədəd dairədəki ədədə daha yaxın olar? Biz daha yaxın olduğunu tapmaq üçün gəlin baxaq. Burada düşünməyə ehtiyac yoxdur. Çünki 3000 3245'ə daha yaxındır. Çünki digərləri çox böyük ədədlərdir. Burada isə 5000'ə yaxın ola bilər. 5245 4870 də yaxın ola bilər. Bu ümumiyyətlə yaxın ola bilməz. Gəlin burada çıxaq görək hansında daha az qalırsa deməli ona daha çox yaxındır. Bu 245 ədəd yaxındır. Burada isə neçə olacaq? 130. Bu daha yaxın olacaq 5000'ə. 4870 üstünə 130 gəlsək olacaq 5000. İndi C variantına baxırıq. Burada 5000 də yaxın ola bilər. Yox 5000 üzr istəyirəm 4500, 4324 yaxın ola bilər. 4800 yaxın ola bilər. Gəlin diqqət yetirək. 500 ilə 324 arasındakı fərq 176'dır. Amma burada isə 395 fərq var. Təbii ki bu daha yaxın. Siz burada çıxa da bilərsiniz altı. Sizə daha rahat olsun. Amma belə şifahi işləyirəm. İnşallah ki mexanika səhv eləmirəm. Sizin üçün də rahat olsun deyə. Burada nə istəyir bizdən? Deyir ki burada 7248'dir. Bunlara baxmağa ehtiyac yoxdur. Çünki burada 302'ni görürük. Təbii ki bu daha yaxın olacaq. Və keçirik səhifə neçəyə? 93'də birinci tapşırığa. Burada bizdən nə istəyir? Bizdə deyir ki dairələrin yerinə, içərisinə bu işarələri qoyacaq və cavabın doğruluğunu kalkulyatorla yoxlayacaq. İndi gəlin baxaq.
Görək burada hansı işarələr olsa bizə daha uyğun olar. Burada 52.000 də cavabı görürük deyə, mini 52-yə vursaq olacaq 52.000. Ona görə də burada vurma işarəsi yazsaq və burada isə toplama işarəsi qoysaq, biz bilirik ki, verilmiş ifadədə vurma daha qüvvətli əməl olduğuna görə vurmanı işləyəcəyik. Mini 52-yə vuranda olacaq 52.000, üzərinə 235 gəndə 52.235. Burada hesablamağa ehtiyac görmədim. İstəsəz altında özünüzü yoxlamaq üçün işləyə bilərsiniz. Gəlin bura baxaq. Cavab 24.073'dür. Burada isə 73 verib, düzdürmü? 73-dən 73-ü çıxacağam, alacağım 0. 24.073-ün də üstünə 0 gələndə elə 24.073 eləyəcək. Burada isə mötərizə var və burada başqa ədəd var. Burada 18.008 alınması üçün gəlin əvvəlcə 180-i 45-ə bölək. 180-i 45-ə bölsə neçə dəfə düşəcək? Təbii ki, 4 dəfə düşəcək. 4502-ni də yəqin ki, vurmaq lazım olacaq. Bax, buradan aldığımız cavab 4-dür. Gəlin vuraq. 8, 0, 20, 2 yadda 16, 18. Doğrudan da elə budur. Burada da vurma işarəsi olacaq. Bax, belə. Kalkulyatorla doğruluğunu istəyirsinizsə yoxlaya bilərsiniz. Elə istəsəz burada da yoxlaya bilərsiniz. Fərq etməz. Özünüzə güvənmirsinizsə kalkulyatorla cavabın doğruluğunu yoxlaya bilərsiniz. Gəlin baxaq 8-ci tapşırığa. Deyir, kartları yanaşı qoymaqla uyğun ədədləri düzəlt və cavabı tap. Burada kartları verib bizə. Burada görə A variantında nə istəyir? Ən kiçik 6 rəqəmli ədəd ilə, ən kiçik 6 rəqəmli ədəd dediyinə görə biz 1-dən başlayacağıq. Sonra isə 0 yazacaq. Burada ən kiçik 1 yazmalıyıq, çünki ədəd başlayırdı. 0 yazdıq. Sonra isə 2-ni qeyd edirik. 2 dənə 3 olduğuna görə biz də 2 dənə 3-ü yazırıq və sonra 5-i yazırıq. Artıq 6 rəqəmli ədədimiz hazırdır. Sonra isə bu ədədlə ən böyük 4 rəqəmli ədədin cəmi. Ən böyük dediyinə görə ən böyükdən başlayacağım. 6533, 2 dənə 3 yazacağım. Cəmini istədiyinə görə isə toplayacağım. 8, 6, 8, 8, 0, 1. 108.868 olacaq. Keçirik B variantına. Ən böyük 6 rəqəmli ədəd dediyinə görə ən böyükdən başlayacağım. 6, 5, 2 dənə 3, 6, 5, 2 dənə 3, 2. Sonra isə 1 yazacağım. Sonra isə ən kiçik 5 rəqəmli ədəd. Ən kiçiyinə görə 1-dən başlayacağım. 5 rəqəmli. 1, 0, 2, 3, 3. Və fərqi dediyinə görə isə çıxacağım. Deməli, 11-dən 3 çıxacağım, 8, sonra yenə 11-dən 3 çıxacağım, 8, 2-dən 2, 0, 3-dən 0, 3, 5-dən 1-in 4, 6-da düşdü aşağı. 643.088. Burada isə bizə nə deyir? Gəlin baxaq. Deyir ki, ən kiçik 4 rəqəmli cüt ədəd. 4 rəqəmli dediyinə görə, ən kiçik dediyinə görə mən 1000, 1, 0 yazacağam, ən kiçik. 2 yazıram, amma 3 yaza bilmərəm, 5 də yaza bilmərəm. Niyə? Çünki məndən cüt ədəd deyir, ona görə də 6-nı qeyd edəcəm. Və bunun yarısı dediyinə görə 1026-nı 2-yə bölüb, əvvəlcə bu hissəyə qədər tapıram ədədimi, onu 2-yə böldüm 5, 2-ni 2-yə böldüm 1, 6-nı da 2-yə böldüm 3. Deməli, ədədim 513-dür. Və bu 513 ədədi ən böyük 3 rəqəmli ədədin hasili. Ən böyük 3 rəqəmli ədəd burada alınacaq 653. Deməli, 513-ü vuracağım 653-ə. Mən belə vurdum birbaşa. Gəlin vuraq. 3 dəfə 3-ün 9, 3 dəfə 1-in 3, 3 dəfə 5-in 15. 5 dəfə 3-ün 15, 1 yadda, 5 dəfə 1-in 5, 1 də yadda, 6, 5 dəfə də 5-in 25. 6 dəfə 3-ün 18, 1 yadda, 6 dəfə 1-in 6, 1 də yadda, 7, 6 dəfə də 5-in 30. Toplayıram. 9, 8, 19, 1 yadda, 13, 14, 1 yadda, 3, 3. Ədədim 334.989 olacaq. İndi gəlin baxaq 9-cu tapşırığa və görək burada bizdən nə istəyir. Boş xanlara uyğun rəqəmləri müəyyən eləməyimizi istəyir. 45-i 10 neçəyə vurub. Burada 5-i neçəyə vurduğunu sonu 4-ə də vurub 20 0 ola bilər. 6-ya da vurub 30-la 0 ola bilər. 8-ə də vura bilər. Uzun çəkdiyinə görə gəlin biz buna baxaq. Baxın, biri 5-ə vurub 5 alıb. Sonra biri də 4-ə vuranda elə 4 olacaq. Gəlin yazaq bura 4. Deməli, 2 ilə 4-ü toplayıb və 1 yadda olub ki, bura 7 yazıb. Neçənin üstünə 5 gəlsək, 12 eləyər. Təbii ki, neçə olar? 7 olar. Bura 7 olmalıdır ki, 7-nin üstünə 5 gələndə 12 olsun və 1 yadda, 2 üstə 4, 6, 1 də yadda 7 olsun. İndi baxırıq bura, qayıtdıq bura. 27 idi burada. Deməli, burada 6-ya vurub. 6-ya vurub ki, 6-nı 5-ə vurub 30 olub. 0 yazıb 3 yadda, 6-nı 4-ə vurub 24, 3 də yadda 27. İndi keçirik bura. Burada 9-u neçəyə vurub ki, 18 alıb. Təbii ki, 9-u 2-yə vurub ki, 18 alıb. Sonra isə, deməli, nə qaldı burada? 1 yadda, bunu yazıb. Sonra 5-i 9-a vuranda neçə eləyir? 45, 5 yazırıq. 4 yadda, 5 dəfə 2, 10, o da yadda 14. Sonra hesablayıb 8, 5,
0 yazıb 1 yadda 5. Bu da 1 olduğu kimi düşür aşağı. İndi bura baxırıq. Altını neçəyə vurub ki, sonu 4 olub. Təbii ki, 4-ə vurub ki, 24 alıb. Alt dəfə 4-ün 24, 2 yadda. Gəlin davamını özümüz vuraq. 4 dəfə 1-i 4-ə vurub üstünə 2 gəlib, bu düz. İndi 3-ü 6-ya vuranda 18, 8 yazırıq 1 yadda. Davam isə öz yerindədir. Sonra isə toplayırıq 4, 6 üstə 8 gələndə 14, 1 yadda. Davamı da düzgün gedib. Burada isə bölmədir. 579-u 72-yə bölmək üçün 57 təbii ki bölünmür. 579-u 72-yə böləndə düşə bilər. Alt dəfə 7-dən düşə bilməz. Alt dəfə 7 dəfə 8 dəfə 7 56. 8 dəfə 7 56, 8 dəfə 2-nin 16. 8 dəfə düşə bilər, düzdür. 8 dəfə 2 16, 1 yadda. 8 dəfə 7-nin 56, 1 də yadda 57. Bu da çıxıb, qalıq 3 qalıb. Davam edirik. Burada 56-ya bölünmədir. Gəlin baxaq. 168 alıb. 56-nı neçəyə vurub ki, 168 alıb? Yəqin ki, 3-ə vurub. Təbii ki, bura yazırıq 3 dəfə. 3 dəfə 6 18. 3 dəfə də 5-in 15, 1 də yadda 16. İndi burada gəlin baxaq ki, neçədən 8 çıxıb ki, 5 alıb. 8 üstünə 5 gələndə eləyəcək neçə? 13. Deməli, burada 3 olub elə. Sonra isə baxırıq, 450 qalır. 450-ni də 56-ya bölündə neçə dəfə düşə bilər? 8 dəfə 6 ola bilər. Gəlin baxaq, 8 dəfə 6, 48, 4 yadda. 8 dəfə 5-in 40, 4 yadda 44 düzdür. Qalığım da 2 qalacaq. Davam edirik. Burada görək nə istəyir bizdən. 13-ə böləcəyik. Burada görürsünüz artıq növbəti 2 ədədi düşürdü. Deməli, burada elə 13-ün özü olub ki, 13-ün içində də 13 bir dəfə düşüb ki, 13-dən 13 çıxanda 0 olub və 7-ni düşürdü, bölünməyib 13-ə. Sonra 8-i düşürdü. 2 ədədi birdən düşürdüyünə görə bura 0 atırıq. Və 78-in içində də 13 düşə bilər 6 dəfə. 6 dəfə üçün 18, 1 yadda, bu da 1 yadda 7. Bu isə qalıqsız alınır. İndi qanun uyğunluğu istəyir bizdən 13 tapşırıqda. Gəlin baxaq. Ədədlərin artan, burada görürük ki, artıb. Amma artım böyükdür. Toplama yox, burada vurmadan söhbət gedir. Gəlin baxaq. 23-ü vurub 2-yə, alıb neçə? 46 və üzərinə 4 gəlib 50 alıb. İndi gəlin bu qanun uyğunluğu burada da yoxlayaq. 50-ni 2-yə vursa 100, 100-ün də üstünə 4 gəlsə 104 düzdür. Deməli 2-yə vurub üstünə 4 gəlmə qanun uyğunluğuna əsasən elə. Biz də 104-ü vuracaq 2-yə. Olacaq 208. 2-yə vuracaq, olacaq 208. 208-in də üstünə 4 gələndə olacaq 212. Sonra 212-ni 2-yə vuranda, burada qeyd edeyim, yadımdan çıxmasın. 424. Və 424-ün də üstünə 4 gələndə olacaq 428. 428-də 2-yə vuranda alacaq neçə? 8-i 2-yə vursam 16, 1 yadda. 2-ni 2-yə 4, 1 də yadda 5. 2 dəfə də 4-ün 8. 856-nın üstünə 4 gələndə olacaq 860. İndi bura baxırıq B variantında. Burada necə artım var? Deməli, burada azalma var, amma azalma həddindən artıq çox olduğuna görə söhbət bölmədən gedir. Burada nə edib? Yəqin ki, burada 2-ni çıxıb ki, çünki 2-ni çıxmasa 700-ü 350-yə bölə bilməz. 2 çıxsa 700, 700-ü də 350-yə bölsə 2 dəfə düşəcək. 350-dən də 2 çıxacaq. Olacaq neçə? 348, 348 2 bölündə 174 olacaq, düzdür. 174-dən 2 çıxacaq, olacaq 172. 172-ni gəlin bölək 2-yə. 172-ni 2-yə bölsən neçə dəfə düşəcək? 172-ni məncə 86 olacaq. Gəl bir dənə qalamada işləyək. Təhlükəsizlikdən səhvim. Burada yazmıram ki, 172-ni bölək 2-yə. Burada 8 dəfə 2 16, 1 12, 12-ni 86 düz demişəm. Amma ən azından özümüzü yoxlamağımızda heç bir zərər yoxdur. 86-dan 2 çıxacam 84, 84-ü də 2-yə böləcəm, olacaq 42. 42-dən 2 çıxacam 40, 40-ı da 2-yə böləcəm 20. Belə. İndi burada nə istəyir bizdən? Verilən boş xanaya elə ən böyük rəqəm yaz ki, alınan ədəd şərtə uyğun olsun. Burada deyir ki, bu ədəd 96 ədədinin bölənidir. Deməli, 96, 92 təbii ki bölünməz, 82 olmaz, ən böyüyünü istəyir bizdən, ən böyük rəqəm yazacaq. Ona görə də balacadan başlaya bilmərək. Yuxarıdan aşağı, böyükdən aşağıya doğru gələcək. 92 olmaz, 82 olmaz, 72 olmaz, 62 olmaz, 52 olmaz, 42 olmaz, amma 32 olar. 32-ni 3-ə vursam, 96-nın böləni olar. İndi bura baxırıq. 204 ədədinin bölənidir. Neçə ola bilər? Ən böyük. 19 olmaz, amma gəlin baxaq görək. 18 ola bilərmi? 18-i görək, 204-ü 18-ə bölək görək düşəcək. Qarlamada burada bölək tapaq. 204-ü 18-ə bölək. Ən böyük 19 ola bilməz, 18-lə başlayaq da. Bir dəfə düşsə burada yazacaq 18. Burada qalacaq 2, 4-ü düşürəcək. 24-ün də içində. 24-ün üstünə 18 bir dəfə düşəcək. 2 dəfə. Bu neçə idi? 18 yox, bu düşmür.
Bu düşmür. Gəlin görək sonra hansı ola bilər. 1 yadda, eksi 1 də yadda. Aha, gəlin baxaq. 18 olmayacaq. Neçə dəfə düşə bilər? 204-ün bölən 18 olmadı. 17 ola bilər. Gəlin 17-ni yoxlayaq. Onda 204-ü böləcək 17-yə. Məncə 17 düşə bilər. Gəlin baxaq. Burada qaldı 3. Aha, əla 17 düşür və 17-ni mən burada böldüm. 12-yə vuranda 204 alınır. Deməli, ən böyüyü 18-i 17 imiş. İndi sonuncu tapşırığa baxacağıq burada. Görək burada bizdən nə istəyir? 3-ün bölünənləri, 5-in bölünənləri, 6-nın, sonra həm 6-nın, həm 9-un, 10-un bölünənləri, həm 3-ün, həm 5-in bölünənləri və 9-un bölünənləri. Gəlin baxaq. Burada 415-i görürük. Aha. 415-in sonu 5 nədir? Bunu 5-in bölünənləri yazırıq. 5-in bölü 5-in bölünənləri. Burada isə həm 3, həm 5-dir. Gəlin yoxlayaq. 3-ə bölünmə əlaməti ədədləri toplayaq. Görək 3-ə bölünür. 4-ün üstünə 2, 6, 6-nın üstünə 9, 15, 15 3-ə bölünür. Deməli, bu ədəd özü də 3-ə bölünür. Yazırıq bura. 3-ün bölünənləri. Burada yəqin ki, həm 3-ün, həm də 5-in bölünmə əlaməti olacaq. Amma gəlin yoxlayaq. Sonra 5 ilə bitirsə 5-ə bölünür. İndi görək 3-ə də bölünürmü? 6-nın üstünə 7, 13, 13-ün üstünə 5, 18. O da 18 3-ə bölünür. Deməli, burada həm 3-ün, həm də 5-in bölünənləri var. İndi bura baxırıq. 114. 114-də deməli 6-ya bölünmə əlamətinə baxacağıq. 1 üstünə 1, 2, 2 üstünə 6, 4, 6 3-ə bölünür. Deməli 3-ə bölünürsə 6-ya da bölünür. Deməli burada yazacağıq 6-nın bölünənləri. İndi bura baxırıq 351. Yəni sonu cüt olmalıdır. 6-ya bölünmə 3-ə bölünürsə, deməli sonu cüt olmalıdır. İndi bura baxacaq 351, 9-a bölünmə əlamətinə baxacaq. Görək ədəd özü 9-a bölünürsə, 3-ə bölünürsə, özü də bölünəcək. 3 üstünə 5, 8 o da 1 9-a bölünür. Deməli burada 9-un bölünənləri. Burada isə biz deməli həm 9-un, həm də 6-nın bölünənləri olmalıdır. 900 burada 9-dur. 9 3-ə bölünür, həm də cüt ədəddir. Deməli 6-ya bölünə bilər. Burada 9-a da bölünür, 3-ə də bölünür. Ona görə də bu bölünmə əlamətlərinə əsasən buraya yazırıq ki, həm 6-nın, həm də 9-un bölünənləri. Və aşağıda bizdən nə istəyir? Deyir ki, ədədləri diaqramın uyğun hissələrinə yaz. 125-ə baxırıq. 125-i biz hara yaza bilərik? Gəlin baxaq. Sonu 5 ilə bitirsə, buraya yaza bilərik əslində. 5-ə bölünmədə. Amma gəlin toplayaq görək. Bəlkə elə 3-ə də bölünürsə, deməli həm 3-ə, həm 5-ə bölünmə hissəsinə yazaq. 1 üstünə 2 gələndə 3, 3 üstünə 5 gələndə 8. 8 3-ə bölünmür. Ona görə də 125-i yalnız bura qeyd edə bilərəm. Çünki yalnız 5-ə bölündü. İndi buna baxıram. 345. 345 5-ə bölünür, o heç. İndi baxaq görək o 9-a da, üzr istəyirəm, 3-ə də cəmi 3-ə bölünürmü? 3 üstünə 4, 7, 7-nin üstünə 5 gələndə 12, 12 3-ə bölünür. Deməli, bura yaza bilərəm. Çünki həm 5-ə bölünür, həm də 3-ə bölünür. 245-ə baxaq. 245, 2-nin üstünə 4, elədir. 6-ın üstünə 5, 11 3-ə bölünmür. 245-i ancaq bura yazacağım. İndi davam edirəm. 2304 ədədlərinin cəmi əgər 3-ə bölünsə 6-ya da bölünəcək. 2 üstünə 3, 5, 5 üstünə 4, 9. 9 3-ə bölünür və eyni zamanda nədir? Cüt ədəddir. 6-ya bölünməyə yaza bilərəm bunu. Burada yaza bilərəm. Çünki 9-a da bölünür, 6-ya da bölünür. 2 üstünə 3, 5, 5 üstünə 9 bölünür. Ona görə də 2304-ü bura yazıram. 576 gəlin toplayaq. Çünki 5-ə bölünməyə aidiyyatı yoxdur. Bəlkə 3-ə bölünə bilər. 5-in üstünə 7 olacaq 12, 12-nin üstünə 6 gələndə olacaq 18. 18 də 3-ə bölünür və 6-ya da bölünür. Bunu həm bura yaza bilərəm 3-ə bölünmə və yaxud da burada yaza bilərəm. Çünki 6-ya da bölünür. İndi bura baxaq. 837, 18 cüt ədəddir. 3-ə də bölünür, 6-ya da bölünür. Burada yaza bilərik, burada yaza bilərik. 1203-ə baxıram. 1203 ədədi 3, 3, 6-dır. 6 3-ə bölünür, amma cüt ədəd olmadığına görə mən 9-a bölünməyə qeyd edirəm onu. İndi 2-nin üstünə 4, 6, 6-nın üstünə 2, 8. 8 hansına bölünəcək? Bir dəqiqə, 6, 8. 8 ya 3-ə bölünmür, ya da 6-ya bunu qeyd eləməyəcəm. Bax, belə diaqramda bu formada qeyd eləyəcəm. Növbəti videolarda görüşərik uşaqlar.